Salam, hörmətli müəllimlər. Bugün sizinlə təbiət fənninin tədrisi prosesində müstəqil işlərin rolu mövzusunu öyrənəcəyik. Təbiət fənninin öyrənilməsində müstəqil işlərin böyük əhəmiyyəti vardır. Müstəqil işlər şagirdlərin təbiət fənninə marağını artırır. Onlarda biliklərin tamamlanmasına, genişlənməsinə və dərinləşməsinə şərait yaradır. Müstəqil işlər şagirdlərin təşəbbüskarlığını artırır, müstəqil öyrənmə bacarığını, problem həll etmə, yaradıcılıq və ixtiraçılıq qabiliyyətlərini inkişaf etdirir. Onlara gələcək əmək fəaliyyətində zəruri olan bir sıra bacarıq və vərdişləri verməklə yanaşı, istehsalat prosesi ilə tanış edir. Təbiət fənninin tədrisi prosesində müstəqil işlər yalnız praktik işlər ilə məhdudlaşmır. O, eyni zamanda şagirdləri kitab üzərində müstəqil işləməyə alışdırmaqla yanaşı, dərk etmək fəaliyyətini, sərbəst bilik əldə etmə qabiliyyətini formalaşdırır. Onlarda öyrəndikləri bilikləri praktik işə yönəltmək, ev şəraitində təcrübələr aparmaq və onlar üzərində müşahidə etmək kimi bacarıqların formalaşmasında müstəqil işlərin rolu əvəzsizdir. Bir məsələni yadda saxlamaq lazımdır ki, şagirdlərin müstəqil yerinə yetirəcəkləri işlərin məqsədi onlara həm aydın olmalı, həm də onlarda maraq oyatmalıdır. Şagirdlər müxtəlif mənbələrdən istifadə edərək yeni biliklər və bacarıqlar əldə etməklə hadisələr arasındakı əlaqəni, kəmiyyətlər arasındakı asılılıqları və proseslər arasındakı qanuna uyğunluqların prinsiplərini də müstəqil müəyyən etməyi bacaracaqlar. Müstəqil işlər biliyin təkmilləşdirilməsinə, onun dəqiqləşdirilməsi və dərinləşdirilməsinə kömək edir. Təbiət fənninin tədrisi prosesində müstəqil işlərin əhəmiyyəti göstərir ki, tədqiqat xarakterli işlər şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi ilə yanaşı, onlarda müxtəlif fəaliyyət növlərindən effektiv istifadə etmək bacarığı formalaşdırır. Belə olduqda, təbiət fənnindən aldıqları biliklər daha da dərinləşər, praktik bacarıq, vərdişlər yaranar və müxtəlif istehsalat sahələrinin elmi əsaslarını öyrənərlər. Eyni zamanda, təbiət fənninin tədrisi prosesində tətbiq edilən müstəqil işlərin müxtəlifliyi şagirdlərin bilik, bacarıq və bu sahədə yeni vərdişlər qazanmalarına kömək edir. Diqqətdə saxlamaq lazımdır ki, təbiət fənninin öyrənilməsində şagirdlərin müstəqil işlərinin böyük əhəmiyyəti vardır. Yəni, müstəqil işlər 1. Tənqidi təfəkkürü inkişaf etdirir. 2. Problem həll etmə bacarığı formalaşdırır. 3. Biliklərin inteqrasiyasına sövq edir. 4. Şagirdləri özünü inkişafa motivasiya edir. 5. Təbiət fənninə marağının inkişafına kömək edir. 6. Fikirlərin formalaşmasına, genişlənməsinə və dərinləşməsinə şərait yaradır. 7. Yaradıcılıq və ixtiraçılıq qabiliyyətini inkişaf etdirir. 8. Şagirdləri müstəqil işə, xüsusilə kitab üzərində müstəqil işləməyə alışdırır. Bütün bunları nəzərə alaraq, təbiət fənninin tədrisi prosesində müstəqil işlərin müxtəlif növlərindən səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaratmaq çox önəmlidir. Bu, məktəbdə keçirilən dərslərlə məhdudlaşmalı deyil. Eyni zamanda, dərsdən sonra ev tapşırığı olaraq şagirdlərə müxtəlif avadanlıqlarla özlərinin hazırlaya biləcəkləri sadə cihazlarla işləmək və ya müstəqil formada araşdırma aparmağı davam etdirmək, məsələləri həll etmək üçün istiqamət verilməlidir. Bu isə öz növbəsində şagirdlərin təşəbbüskarlığına, yaradıcılığına və tədqiqatçı, yenilikçi olmasına geniş imkanlar yaradacaqdır. Şagirdlərin müstəqil işləri dedikdə elə işlər nəzərdə tutulur ki, həmin işlər müəllimin tapşırığı və nəzarəti ilə, lakin bilavasitə onun iştirakı olmadan yerinə yetirilsin. Təbiət fənninin tədrisi prosesində aparılan müstəqil işlərin müxtəlif növlərindən istifadə edilir. 1. Kitab, dərslik üzərində işləmək. 2. Məsələlər həll etmək, çalışmaları yerinə yetirmək. 3. Təcrübələri müşahidə etmək, təcrübə üçün sxem çəkmək, qurğu yığmaq. 4. Ev şəraitində təcrübə qoymaq və müşahidə aparmaq. 5. Yoldaşlarının təqdimatına rəy söyləmək və onlara əlavələr etmək.
6. Müxtəlif mənbələrdən istifadə edərək yeni biliklər əldə etmək, tədqiqatlar aparmaq. Nümunə. Ev şəraitində müstəqil təcrübə qoymaq və müşahidə aparmaq. Mövzu Arximed qüvvəsi, təlim nəticələri, mayeyə batırılan cismin maye tərəfindən itələndiyini sadə təcrübələrlə nümayiş etdirir. Arximed qüvvəsinin qiymətinin nədən asılı olduğunu sadə təcrübələrlə nümayiş etdirir. Təlim nəticəsini reallaşdırmaq üçün şagirdlər müxtəlif araşdırmalar apararaq, nəticədə cismin suya batan hissəsinin həcmi artdıqca ona təsir edən Arximed qüvvəsinin qiymətinin də artdığını müşahidə edirlər. Daha sonra şagirdlərə müxtəlif suallar verərək və gündəlik həyatdan nümunələr göstərərək, onları suya batırılan cisimlərə su tərəfindən müəyyən bir qüvvənin təsir etdiyi nəticəsinə gəlməyə yönləndirmək lazımdır. Müzakirə təşkil edib, şagirdlərin ilkin biliklərindən və araşdırmanın nəticəsindən istifadə edərək onları suya batırılan cismə suyun itələmə qüvvəsi təsir edir fikrini ifadə etməyə istiqamətləndirmək faydalı olar. Dərsin sonunda müəllim təlim nəticəsinin reallaşmasına tam əmin olduqdan sonra ev şəraitində müstəqil təcrübə qoymaq və müşahidə aparmaq tapşırığı verir. Tapşırıq. Arximed qüvvəsinin qiymətinin daha nədən asılı olduğunu sadə təcrübələrlə yoxlamaq və müşahidə aparmaq. Verilmiş fərdi tapşırıq evdə müstəqil iş formasında yerinə yetirilməlidir. Tapşırığı yerinə yetirmək üçün hər kəs təcrübə hazırlayır. Təcrübə aparan zaman suya batırılan cismə təsir edən suyun itələmə qüvvəsinin cismin batan hissəsinin həcmindən asılı olduğuna əsaslanaraq digər kəmiyyətlərdən asılılıqları yoxlanılır. Bunun üçün ilk əvvəl itələyici qüvvənin cismin kütləsindən necə asılı olduğunu təcrübədə yoxlayırlar. Müxtəlif kütləli taxtanın hər birinin suyun səthində eyni hissəsinin bataraq üzdüyünü müşahidə edirlər. Cismin kütləsini artırıb, azaltmaqla təcrübəni davam etdirsələr də, taxtanın batan hissəsinin dəyişmədiyini müşahidə edirlər. Təcrübədə aldıqları nəticələri eyni zamanda müxtəlif mənbələrdə də araşdıraraq təsdiqləyirlər. Müşahidənin və araşdırmanın nəticəsi olaraq itələyici qüvvənin cismin kütləsindən asılı olmadığı qənaətinə gəlirlər. Daha sonra saf suyun içərisinə çiy yumurta daxil edib, onun suda tam batdığını görürlər. Müstəqil araşdırmanı davam etdirərək, növbəti dəfə çiy yumurta olan saf suyun içərisinə xörək duzu tökməyə başlayırlar. Suya qatılan xörək duzunun miqdarı artdıqca çiy yumurta suyun səthinə qalxmağa başlayır. Onlar müstəqil şəkildə təcrübə apararaq, suda həll olan xörək duzunun zərrəcikləri ilə suyun zərrəciklərinin bir-birinə qarışaraq həll olmuş məhlulunun zərrəciklərinin daha sıx olduğu qənaətə gəlirlər. Daha sıx zərrəcikləri olan mayeyə batırılan cismə daha böyük itələyici qüvvənin olduğunu təcrübə vasitəsilə müşahidə edirlər. Təcrübəni davam etdirərək yenə içərisində çiy yumurta olan saf su götürürlər. İndi isə suyun içərisinə qum tökməyə başlayırlar. Qumun miqdarını xeyli artırsalar da çiy yumurta qabın dibində qalır. Çünki qum suda həll olmur və suyun dibinə çökür. Bu səbəbdən də suda çiy yumurtaya təsir edən itələyici qüvvə dəyişmir. Təcrübəni şəkər tozu, yonqar və təbaşir tozunu suya qatmaqla təkrar aparırlar. Nəticədə saf suya həll olunan maddələr qatdıqda çiy yumurtaya olan itələyici qüvvənin artdığını, saf suya həll olmayan maddələr qatdıqda isə itələyici qüvvənin dəyişmədiyini müşahidə edirlər. Əldə etdikləri nəticənin doğru olduğuna əmin olmaq üçün müxtəlif mənbələrdən istifadə edərək müstəqil araşdırma aparırlar. Müstəqil işlərin nəticəsinə dair şagirdlər hesabat yazmalıdırlar. Hesabatda müvafiq şəkillər, sxemlər və ölçmələrin nəticələri aydın şəkildə göstərilməlidir. Ev təcrübələri və müşahidələrinə aid verilən tapşırıqların icrası vaxtında yoxlanılmalıdır. Müstəqil işləri, ev təcrübələri və müşahidələrə aid tapşırıqları yerinə yetirən qabaqcıl şagirdləri müəllim
daha da həvəsləndirməli, geri qalanlara isə mütləq lazımi köməklik göstərməlidir. Beləliklə, müstəqil iş metodundan istifadə edərək təlim məqsədinə çatmaq üçün müəllimin verdiyi ev tapşırığı məzmunca maraqlı, təchizat və icra baxımından sadə, əlçatan olmaqla asanlıqla yerinə yetirilməlidir. Bu metod təbiət fənnini şuurlu olaraq dərindən və müstəqil öyrənmək üçün vasitədir. Müstəqil öyrənmə yalnız fərdi tapşırıqlar formasında olmur. Bu tapşırıqlar eyni zamanda bütün siniflə, cütlərlə və ya qrup xarakterli tapşırıqlar formasında da ola bilər. Bütün siniflə verilən tapşırıqlar elə olmalıdır ki, onun öhdəsindən bütün şagirdlər asanlıqla gələ bilsinlər. Məsələn, təlim nəticəsini reallaşdırmaq üçün seçilmiş mövzu ağırlıq qüvvəsi olarsa, bütün sinifə göstərilən videorolikdə ağacın budağından qopan meyvənin, yağış damcılarının və ya yuxarı atdığımız topun bir müddətdən sonra yerə düşdüyünü müşahidə etmək tapşırığı verilir. Qrup və ya cütlərlə iş xarakterli tapşırıqlarda müstəqil işi yerinə yetirən zaman onlar arasında düzgün iş bölgüsünün olmağı mütləqdir. Düzgün iş bölgüsü olduqda onların müstəqil işləməyi həm asan, həm də maraqlı olur. Araşdırma və müşahidəni düzgün iş bölgüsü apararaq vaxtında və səmərəli yerinə yetirirlər. Beləliklə, təbiət fənninin tədrisində müstəqil iş metodundan istifadə zamanı müxtəlif mənbələrdən istifadə etməklə müstəqil yeni biliklər və bacarıqlar əldə edilir. Bilik təkmilləşdirilir, dəqiqləşdirilir və dərinləşdirilir. Biliklər praktikaya tətbiq olunur. Praktik xarakterli bacarıq və biliklər formalaşır. Şagirdlərin yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir. Bütün bu keyfiyyətləri nəzərə alaraq, müəllim şagirdlərlə aparılan müstəqil işlərin müxtəlif növlərindən səmərəli istifadə etməli, icrasını vaxtında yoxlamalı, icra etməkdə çətinlik çəkənlərə köməklik göstərməlidir. Belə olduqda, şagirdlərin təbiət fənnindən aldıqları bilik və bacarıqlar daha da dərinləşər. Praktik bacarıq və vərdişlər yaranar və şagirdlərin yaradıcılıq qabiliyyətləri inkişaf edər. Bu isə öz növbəsində təbiət fənninin vasitəsilə müxtəlif istehsalat sahələrinin elmi əsasını öyrənmələrinə və peşələr haqqında müəyyən təsəvvürlərinin olmağına, onları gələcək fəaliyyətləri üçün indidən müəyyən peşə seçməyə istiqamətləndirir. Sağ olun, diqqətinizə görə minnətdaram.